Çox dəyərli Minbər TV izləyənlər, Uca Allahın salamı, rəhməti, bərəkəti, məğfirəti hər birimizin üzərinə olsun inşallah. Bildiyiniz kimi qarşıdan Qurban Bayramı gəlir. İki böyük, gözəl bayramımızdan biri olan məhz Qurban Bayramında kəsiləcək qurbanlar haqqında, qurbanların ətlərinin paylanması haqqında, onların dərilərini və digər qurbanla əlaqəli hökmlərin bizləri maraqlandıran, həmçinin sizləri də maraqlandıracaq beynimizdəki, içimizdəki, daxilimizdəki sualları cavablamaq üçün çox dəyərli ilahiyyatçımız, fiqh üzrə fəlsəfə doktoru Şahin Xancanovu bugün studiyamıza dəvət etmişik. Bizi maraqlandıran sualları o cavablayacaq inşallah. Şahin müəllim, xoş gəlmişsiniz, səfa gətirmişsiniz. Necəsiniz? Çox sağ olun Araz müəllim. Təşəkkür edirik dəvətinizə görə. Mən də əvvəla önümüzdən gələn Qurban Bayramı münasibəti ilə bütün izləyicilərimizi, bütün müsəlmanları təbrik edirəm. Allah-u Teala kəsiləcək qurbanları öz dərgahında qəbul eləsin. Buyurun. Biz Şahin müəllim qısa inşallah sualları verək, izləyicilərimizlə bizə yönləndirilmiş olan sualları. İlk sualımız belədir ki, qurban kəsmək ibadətini yerinə yetirmək kimlərə vacibdir? Bəli. Qurban başda qurban nədir? Ondan biraz danışaq. Qurban ərəbcə yaxınlaşmaq, Allaha yaxınlaşdıran vasitə mənalarına gəlir. Qurban kəsmək dinimizdə vacib buyurulan ibadətlərdəndir. Qurban kəsmək müsəlman olan, ağıllı olan, həddi buluğa çatmış, yəni mükəlləf olan və səfərdə olmayan və nisab miqdarı mala zəngin olan, yəni qurban kəsməyə imkanı olan, nisab miqdarı mala sahib olan hər bir müsəlmana vacibdir. Qurbanın nisab miqdarı da zəkat və fitrə nisabı ilə eynidir. Yəni 80 qram qızılı, ən az 80 qram qızılı və ya o dəyərdə pulu olan bir müsəlman qurban kəsməklə mükəlləfdir. Adamın borcu olmamağı, bu məsələyə də bir toxunsaq inşallah. Çünki çox insana maraqlı olur bu. İnsanın borcu olarsa qurban kəsə bilərmi və yaxud da ki, adam biznes idarə eləyir. Amma bu normal olaraq bu adamın sürəkli bir borcu da olur, alacaqları da olur. Bu necə olmalıdır? İndi borcları çoxdursa, yəni borcları çıxıldıqdan sonra geriyə qalan miqdar, nisab miqdarından az bir pulu qalırsa, ona qurban kəsmək vacib olmaz. Amma borcları azdır və borclu çıxıldıqdan sonra geriyə qalan miqdar, nisab miqdarından çox qalırsa, o müsəlman qurban kəsməlidir. Təbii ki, nisab miqdarı mala sahib olmayan şəxslər də, müsəlmanlar da qurban kəsə bilərlər. Biz burada qurbanın vacib olmasından danışırıq. Yəni vacib olması, yəni fərz olması, mütləq kəsilməsi mənasında nisab miqdarından söz açırıq. Yoxsa hər bir kəs imkan tapan hər bir müsəlman qurban bayramında qurban kəsərsə, gözəl olar, Allah qatında məqbul, xeyirli, savab bir iş görmüş sayılar. Qurbanların kəsilmə vaxtı nə zamandır? Qurbanlar Qurban bayramı günlərində kəsilməlidir. Yəni Qurban bayramının ilk 3 günü qurban kəsilə bilər. Kəsim vaxtı bayram günü, Qurban bayramının birinci günü bayram namazından sonra başlayır. Üçüncü gün günəş batana qədər davam edir. Qurbanların gündüz kəsilmələri daha məqsədə uyğundur. Axşam qurban kəsilməsi məkruh görülmüşdür. Hansı heyvanlardan qurban kəsmək olar? Bəli, qurban kəsmək üçün uyğun olan Peyğəmbərimiz tərəfindən qurban kəsilmələr üçün uyğun görülən heyvanlar qoyun, keçi, inək, camış və dəvədən ibarətdir. Bunlar xaricindəki digər heyvanlardan qurban edilə bilməz. Bu heyvanların erkəyi və dişisini də kəsmək olar. Qoyunlarda isə qoç kəsmək daha məqbuldur. Bu heyvanlardan qoyun və keçi bir nəfər üçün qurban kəsilə bilər. Böyükbaş heyvanlar dediyimiz inək, camış və dəvə isə 7 nəfər adına da qurban kəsilə bilər. Bu heyvanlarda qurban kəsmək üçün müəyyən yaş həddi də axtarılır. Məsələn, qoyun və keçi 1 yaşını keçmiş olmalıdır. İnək və camış 2 yaşını keçmiş olmalıdır. Dəvələrdə isə 5 yaş keçmiş olmaları şərti var. Bir istisna olaraq qoyunlarda 6 ayını keçmiş quzular da qurban edilə bilər. Bəli. Bəs bu dediyiniz qurbanlıq heyvanlarda hansı xüsusiyyətlər olmalıdır? Bəli, dinimiz qurbanlıq heyvanlarla bağlı da bir sıra xüsusiyyətləri şərt qoşmuşdur. Qurbanlıq Allaha sunulan, Allaha təqdim olunan bir ibadət olduğu üçün biz kəsdiyimiz heyvanların da
iri olması, sağlam olması, göstərişli olması, kök olmalarına diqqət etməliyik. Çox zəif, çox arıq, gəzə bilməyəcək qədər topal, xəstə, dişlərinin çoxu tökülmüş, buynuzu biri və ya iki buynuzu kökündən qırıq olan, qulağı kəsilmiş, dişlərinin çoxu tökülmüş, gəzə bilməyəcək qədər xəstə heyvanlar qurban edilə bilməz. Amma bunun xaricində məsələn dişlərinin azı tökülmüş, buynuzunun bir ucu qırıq, qulağının ucundan kəsilmiş və ya yumurtalıqları alınmış heyvanlar qurban edilə bilər. Burada biz əsas nəyi götürürük? O nöqsan çox olmamalıdır. Yəni məsələn bir orqanı kəsiksə, o orqanın böyük hissəsi kəsilməmiş olmalıdır. Məsələn qulaqsız heyvanlar da qurban edilməz, quyruqsuz heyvanlar da qurban edilməz. Və bir sual da mənim üçün maraqlıdır. Bu Qurban Bayramı ərəfəsində bu süni qiymət artımı üçün hər hansısa bir təşəbbüs göstərmək, dinimiz tərəfindən müəyyən bir qınaq varmı ona qarşı, yoxsa adam məsələn qurbanlıqları alır, əlində cəmləyir, sadəcə özü satış eləmək üçün, yəni də onu biraz da qiymətini qaldırır. Bu baxımdan buna bir qadağa varmı dinimizdə? Təbii bu dediyiniz sual inhisarçılığa girir. Yəni ki, orada bazardakı heyvanları toplayıb bir əldə cəmləşdirmək və qiymət artımını gözləmək bu dinimizcə qadağan edilmiş hususlardandır. Amma bazarda müəyyən qədər, yəni əl çatan heyvanlar, müəyyən əl çatan qədər heyvanlar varsa, bir insanın heyvanları toplamasına problem yoxdur. Amma o insan oradakı böyük miqdarda heyvanı özündə cəmləyərsə və insanlar da qurbanlıq heyvan tapmaqda sıxıntı çəkərlərsə, süni qiymət artımından dolayı o heyvanları yığarsa, o dinimizcə qadağan edilmiş hususlardan sayılır və ona icazə verilməz. Allah razı olsun. Qurbanlıqlar necə kəsilməlidir? Bəli, qurbanlığın kəsilməsində də bəzi qaydalar vardır. Öncəliklə qurbanlıq heyvanlar əziyyət vermədən, əziyyət çəkdirilmədən kəsilməlidir. Onlar hətta gözləri bağlanmalı, ona məsələn bıçaq göstərilməməlidir qurbanlıq heyvanlara. Qibləyə qarşı sol tərəfinə üzərinə yatırılaraq kəsilər və kəsərkən Bismillahi Allahu Əkbər deyilməsi lazımdır. Bəsmələ qəsdən tərk olunarsa, qurbanlıq heyvanın əti yeyilməz. Bəsmələ çəkməyi unudularsa, qurbanlıq heyvanın əti yeyilə bilər. Amma qəsdən tərk edilərsə, qurbanlıq heyvanın əti yeyilməz. Yaxşı olar ki, hər kəsin öz qurbanını özü kəssin. Amma bu mümkün deyilsə, uyğun bir qəssaba vəkalət verdilər və qəssab da bu şəkildə Bismillahi Allahu Əkbər deyərək qurbanını kəsər. Qurban kəsərkən bəzi ayələr və dualar da oxunması gözəl görülmüşdür. Məsələn, Estaizu billah, İnna salati və nusuki və mahyaya və mamati lillahi rabbil aləmin, la şərikə ləh ayəsi və başqa bir ayə daha, məsələn, İnni vəccəhdu vəciyə lilləzi fətərəs səməvati vəl-ardı hanifə və mə ənə minəl müşrikin ayəsi oxuna bilər. Sonra Peyğəmbərimizdən gələn bir hədis var ki, belə bir dua da edilə bilər. Ya Rəbbim, dostun İbrahimdən və Həbibin, Rəsulun Muhammeddən qəbul buyurduğun kimi məndən də qəbul et deyə dua edilər və qurban kəsilmiş olar. Qurban ətləri necə paylanmalıdır? Bəli, bununla bağlı da alimlərimizdən bəzi görüşlər var. Qurban ətlərinin 3 hissəyə bölünməsi müstəhəb görülmüşdür, gözəl görülmüşdür, tövsiyə edilmişdir. Bir hissəsi qurban kəsənin özü və baxmaqla məsul olduğu ailə fərdləri tərəfindən istifadə olunur. Bir hissəsi dediyimiz? 3 hissədən bir hissəsi, bəli. Yəni 3 paydan, bəli, 3 hissəyə bölünür. Bir pay evdə saxlanılar. Bir pay qohum-qonşuya, əqrabaya, qohumlara pay verirlər. Bunlar zəngin də ola bilərlər. Yəni zənginlər də qurban ətindən yeyə bilərlər. 3-cü payı isə kasıblara, yoxsullara sədəqə olaraq, pay olaraq verilə bilər. Qurbanların qurban kəsilən yerdə paylanması daha məqsədə uyğundur. Amma əgər ehtiyac olarsa, başqa yerlərdə daha çox ehtiyac sahibləri varlarsa, başqa bölgələrə də qurban kəsmək icazəlidir. Amma qurbanda əsas olan qurban kəsilən yerlərdə ki, kasıblara, yoxsullara paylanmasıdır. Pay bölgüsü zamanı nəsə fərqliliklər olmasın deyə xüsusi diqqət etmək lazımdır, deyilmi orada? Məsələn, birinə biraz daha çox, birinə biraz daha az. Təbii ki, biraz ədalətli olmaqda fayda vardır. Bir də, məsələn, qurban kəsən bir şəxs orta hallı birisisə, zəngin biri deyilsə və ailə
əfradı da, ailə fərdləri də çoxdursa, baxmaqla məsul olduğu insanlar çoxdursa, daha çox özünə, evinə pay saxlaya bilər. Hətta qurbanın hamısını da paylamadan özünə saxlaya bilər, əgər öz ailə fərdləri ehtiyac sahibidirsə. Bəs səfərdə olan bir kəs qurban kəsə bilərmi? Bəli. Onun üçün vacibdirmi qurban? Səfərdə olanlara qurban kəsmək vacib deyildir. Səfər dediyimiz burada 90 kilometrdən uzaq bir yerdə olan, müvəqqəti olaraq uzaqda yaşayanlar burada qəsd olunur. Onlara qurban kəsmək vacib deyil. Amma kəsə bilərlərsə, kəsərlər və məqbuldur. Olduqları yerdə qurbanlarını kəsə bilərlər. Səfərdə olanlar Qurban Bayramı günlərində, səfərdəykən qurban kəsib, sonra Qurban Bayramı günləri bitmədən evlərinə qayıdarlarsa, təkrar qurban kəsmələri lazım gəlməz. Amma səfərdə ikən qurban kəsməyib, Qurban Bayramı günlərində evlərinə qayıdanlar qurban kəsmələri lazımdır. Onlar üçün vacibdir. Qurban kəsərkən elektroşok vasitələrdən, şokverici vasitələrdən istifadə edərək qurbanı kəsmək caizdirmi? Bəli, bugün bir çox kəsimxanalarda bu metodlardan istifadə olunur. Heyvanı elektroşok vasitəsilə bayıldaraq, keyləşdirərək kəsimlər yaygınlaşıb. Bu, heyvana əziyyət verməmək məqsədi ilə edilir. Bu, başda deyə bilərik ki, bu metodlardan istifadə etmək icazəlidir. Təbii ki, əsas olan ənənəvi kəsim metodudur. Amma bu metodlardan istifadə etməkdə bir problem yoxdur. Sadəcə burada diqqət etmək lazımdır ki, məsələn, elektroşok verərkən heyvan ölməməlidir. Yəni, heyvan ölmədən boğazından kəsilməlidir. Əgər bu elektroşok vasitəsilə heyvan ölərsə, o heyvanın əti yeyilməz. O artıq bir leş hökmündə olur və onun ətini yemək haram olar. Buna diqqət etmək lazımdır. Yəni, heyvan ölmədən kəsilməlidir. Bəzən insanlar bir araya gəlib, böyükbaş, siz də bayaq qeyd etdiniz, böyükbaş heyvanı kəsmək üçün bir neçə hissədar bir araya gəlir. Bəs bunların arasında fərqli niyyət edən insanlar varsa, məsələn, biri nəzir qurbanı deyibdir, biri bunların arasında bu mümkündürmü elə bir qurban kəsmələri? Bilindiyi üzrə böyükbaş heyvanlar 7 nəfər adına da qurban kəsə bilər. Burada önəmli olan hər kəsin qurban kəsmə niyyətində olmasıdır. Yəni, qurban kəsmə niyyətləri fərqli ola bilər. Biri, məsələn, dediyimiz kimi, nəzir əhd qurbanı kəsdirir. Biri, uşağına, yeni doğulan uşağı üçün əqiqə qurbanı kəsdirir. Biri, İsmail qurbanı dediyimiz qurban bayramındakı vacib qurbanı kəsdirir. Belə, bu şəkildə fərqli niyyətlərlə qurban kəsənlər bir böyükbaş heyvandan qurban kəsə bilərlər. Fəqət o ortaqlardan biri qurban kəsmə niyyətində olmazsa, sırf ət əldə etmək və ya başqa məqsədlərlə o heyvana ortaq olarsa, heç birinin, qalan digərlərinin də qurbanı keçərli olmaz, qurban sayılmaz. Ona görə 7 nəfərin 7-si də qurban kəsmə niyyətində olmalıdır. Qurbanın dərisi və əti satıla bilərmi? Qurban sırf Allah rızası üçün kəsilən bir ibadət məqsədi ilə kəsildiyi üçün qurbanlar, bunlardan hər hansı bir mənfəət əldə etmək, qurban ətindən, dərisindən satılaraq bir mənfəət əldə edilməsi düzgün deyildir. Qurbanın dərisi və ya əti satıla bilməz. Amma qurban kəsən şəxs onun dərisindən evdə istifadə edə bilər və ya bir ehtiyac sahibinə bunu hədiyyə edə bilər, verə bilər. Burada bir problem yoxdur. Bir kimsə bilməyərək qurban ətini, dərisini satarsa, o əldə etdiyi o məbləği də kasıblara sədəqə olaraq verməlidir. Bəs qurbanı vaxtında kəsməsək, sonra nə zaman kəsilə bilər? Ümumiyyətlə kəsilə bilərmi? Bəli. Qurban, məsələn, qurban kəsilmək üçün alınan heyvanlar qurban günlərində bir özür səbəbi ilə kəsilməzsə, yəni qurban kəsim günləri keçərsə, o heyvan canlı olaraq sədəqə verilər. Fəqət bir zəngin, bu kasıblar üçün belədir. Çünki qurban üçün bir heyvan alınıb və heyvan kəsilməyib, o heyvan artıq sədəqə olaraq verilməlidir. Bir zəngin isə, qurban kəsilməsi üzərinə vacib olan şəxslər isə, qurban bayramı günündə heyvan alıb-almadıqlarına baxılmadan, o insan sonradan bir heyvanı alıb və ya heyvanın dəyərini, bir pulu kasıblara sədəqə olaraq verməlidir. Qurban kəsmək əvəzinə o qurbanın pulunu sədəqə versək, qurban kəsmiş olarıqmı? Yəni qurban kəsmə bu savabını almış olarıq?
hər ibadətin öz qaydaları, şərtləri olduğu kimi qurban ibadətinin də öz şərtləri var ki, burada əsas şərt o qurbanın Allah uğrunda kəsilməsidir. Yəni biz o qurbanı kəsmədən birisinə verərsək, sədəqə və ya pulunu verərsək, o ibadət yerinə gəlmiş sayılmaz. Onun üçün qurban ibadətini yerinə yetirmiş olmağımız üçün o qurbanın mütləq kəsilməsi lazımdır. Allah razı olsun Şahin müəllim. Çox sağ Təşəkkür olun, edirəm, minnətdarıq. Gəldiniz, çox dəyərli fikirlər söylədiniz. Hər birimizin ehtiyac duyduğumuz məsələlər idi, bizləri maraqlandıran məsələlər idi. Çox sağ olun, bir daha sizə təşəkkür edirik. Və mən də müsəlmanın iki bayramından biri olan bu Qurban bayramı münasibəti ilə bütün xalqımızı, cümlə müsəlmanları təbrik edirəm və bir acizanə, xırda bir sizlərə bir təklif etmək istəyirəm ki, müsəlmanın bu iki bayramından biri olan Qurban bayramında da uşaqlarımızı gəlin bu qurban şüurunda yetişmələri üçün ki, hansı ki o uşaqlar bizim gələcəyimiz, gələcəyin qurban kəsən insanlar da onlar olacaq. Onlara müəyyən bir bayram abu-havasını hiss eləmələri üçün müəyyən bir məclislər təşkil olunarsa, onlara müəyyən hədiyyələr verilərsə və həmçinin ət apardığımız evlərdə balaca uşaqlar olmasını nəzərə alaraq da ən azından bir cibimizdə bir şirniyyat, bir konfet, bir şokolad aparıb onlara təqdim eləsək, o uşaqların həyatında çox böyük bir təsir onlara bağışlayacaq. Bu baxımdan Allah-u Teala'dan arzu edirəm ki, dua edirəm ki, hər birimizə bu İslamın gözəl iki bayramını yaşatmağı, sevdirməyi, sevməyi hər birimizə nəsib eyləsin inşallah. Amin. Bir daha sizə öz dərin təşəkkürümüzü bildiririk. Minbər TV-nin ekranlarında həqiqətən sizləri görmək, sizdən faydalanmaq bizləri çox sevindirir. Çox təşəkkür edirik sizə. Mən təşəkkür edirəm Araz müəllim. Sağ olun. Siz sağ olun. Bununla da verilişimiz sona çatdı. Əziz izləyənlər, Allaha əmanət olun. Gələn görüşlər ümidi ilə görüşənədək.